Azərbaycan ədəbiyyatında ana obrazının ən güclü yaradıcısı Cəfər Cabbarlı ananı belə təsvir edib. Əgər bütün bəşəriyyət ədüv-vü canım ola, ürək süqut eyləməz aldığı mətanətdən. Rica-vü xəffə məkan vermərəm, gər alimlər 1000 ildə vəz edələr dəhşətü qiyamətdən. Pələnglər tuta dövrüm, çəkinmərəm əsla. Və ya ki, vəd edələr dövlətü cahanı mənə. Ki, bir kəsə baş əyib içsimi bəyan eyləyim, əyilmərəm nə ki yer, versələr səmanı mənə. Yanımda gər dura cəllad əlində şəmşiri, ölüm güc ilə mənə hökm edə olum təslim. Əyilmərəm yenə, haşa. Ölüm nədir ki? Ölüm nədir ki, onun gücü ilə xalqa həqiranə eyləyim təzim. Cahanda yox elə bir qüvvə, baş əyim ona mən. Fəqət nə güclü, fəqət nə güclü, zəif bir vücud var yahu. Ki hazıram yıxılıb, xaki payinə hər gün öpüm ayağını əcz ilə. Kimdi o? Kimdi o? Nədir o? Ana, ana. O adın qarşısında bir qul tək, həmişə səcdədə olmaq mənə fəxarətdir. Onun əli ilə bəla bəhrinə yuvarlansam, yenə xəyal edərəm, bəzmi istirahətdir. Əsey külək, bağır, ey bəhri biyaman, ləpələn. Atıl cahana sən, ey yıldırım, alış, parla. Gürulda, taqi səmavi, gürulda, çatla, dağıl. Sön, ey günəş, yağışın yağdır, ey bulud. Ağla. Bunlar mənə əsər eylərmi? Mütləqa yox. Yox, yox. Fəqət ana, o müqəddəs adın qabağında, o pak bağrına bassın məni. Desin Layla, təbəssüm oynadaraq titriyən dodağında. Bütün vücudum əsər, ruhum eyləyər pərvaz. Uçar səmalara o, aləmi xəyalətdə. Yatar, ölər bədənim, nitqdən düşər bir söz. Ana, ana, sənə mən rahibəm itayətdə. Aman, aman, bu müqəddəs vücudun mümkünmü ki, bir taqım canavar zülmdən şikar eyləsin? Yıxıb da xaki rəzalətdə, tapdıyıb əzərək, ayaqlar altına, torpaq kimi nisar eyləsin. Zəlülü xar edərək məhbəsi əsarətdə, o şanslı qollarına zülmünən vurar zəncir. Niyə, niçin, hanı vicdan, hanı ədalət bəs? Niçin də parlayıb etməz cahanı bir tənvir? Aləmi ədl ədalət üzüldü dünyadan. Niçin nəsibim edibsən bu zülm dövranı? Ey asiman, dağıl, ey zöhrələr, axın, tökülün. Ki aləmi bəşəriyyət unutdu vicdanı. Ki aləmi bəşəriyyət unutdu vicdanı.